Salam, hər vaxtınız xeyir olsun. Mən PES Akademinin İngilis dili müəllimi Aysiyə Çələbi. Bugün sizlərə 11-ci sinif DİM imtahanına, yəni buraxılış imtahanına yeni əlavə olunmuş mövzulardan biri olan vasitəli nitqlə bağlı qısa bir qeydi nəzərinizə çatdıracağam. Deməli, biz təklif bildirən cümlələri, ümumiyyətlə əmr cümlələrində normal olaraq askdan istifadə edirik. Amma ki, həmin o dırnağın içərisindəki cümlənin mənasından asılı olaraq, məsəl üçün, əmr cümlələri ancaq əmr bildirmir ki, həm xahiş, həm təklif, həm məsləhət bildirə bilər. Yəni, müxtəlif mənaları bildirdiyinə görə, bəzən ancaq bir feil yox, bir neçə feil variantlarınız da ola bilər. Xüsusilə də bu təklif bildirən cümlələri biz çevirərkən diqqətli olmalıyıq. Təklif bildirən cümlələri çevirəndə bizim variantlarımız təbii ki, suggest feili ilə başlayacaq. Məsələn, the doctor suggested. Burada biz 4 formanı qabağımıza qoya bilərik. Hansıdır? Yəni, variantlardan bu 4 formanı axtarmaq lazımdır. Mütləq biri, yəni, köməyinizə çatacaq. Birinci yadınızda qalmalıdır ki, suggest feilindən sonra biz ya that clause gətiririk, ya should gətiririk, ya boş çoxluqlu bir cümlə gətiririk, ya da ki, gerund gətiririk. Bax, bu 4 dənə qaydanı belə yadınıza saxlayın. Məsələn, DİM toplusunun testlərində əsasən bu bölmə completed sentence testlərindədir. Bəzi variantlarda ancaq should-dan olan götürülüb, bəzi variantda that clause olanlar götürülüb, bəzi variantlarda ancaq gerund-dan olan götürülüb. Yəni ki, bu 4 formanın 4-ünü biz bilməliyik. Desəz ki, tutalım bunlardan hansını öyrənək, hansı bizə imtahanda düşəcək, 4-ünü də öyrənməlisiniz. Deməli, birinci yadımıza saxlamalıyıq ki, suggest feilini gördük, that clause axtarırıq. That clause axtarırıq. Əgər yoxsa, keçirik onda should-la olan cümlə axtarmağa. Məsələn, baxın, the doctor suggested that we take medicine. Həkim təklif elədi ki, dərmanı qəbul edək. Yəni, dərmanı qəbul etməyimizi təklif elədi. Burada baxırıq ki, that clause gəlibdir. Sonra ikincisində that olmaya bilər. Nə yaza bilərsiniz? Should yaza bilərsiniz. We should take medicine. Bu formada da yazmaq olar. Sonra bir də ya that'siz, should'suz da cümlə yaza bilərsiniz. Məsəl üçün, we take medicine. Bax, bu şəkildə də yazmaq olar. Bir də görə bilərsiniz ki, variantlarda bu 3 forma heç biri yoxdur. Onda siz deməli, suggest feilindən sonra gerund yazırsınız. Day orada obyektə falan ehtiyac yoxdur. Ancaq gerund yazanda yetərlidir. Yəni, burada verilmiş feili gerundla yazanda yetərlidir. Yəni, gerundda necə feilin sonuna ing artırmaqla. Məsələn, the doctor suggested taking a medicine. Bax, bu formada yazsaz düzgün götürülür. Çalışın ki, complete the sentence testləri gördünüz. Məsələn, dedi ki, complete the sentence. Yazıb da I suggested ... Mütləq birinci that clause axtarın. Variantlarda that clause yoxdur, onun üzərinə nix qoyun. Gedin adi bir cümlə axtarın və mütləq buradakı zaman indiki olmalıdır. Biz buradakı zamanı heç vaxt dəyişə bilmərik. Hətta sizə bir şey deyim ki, he, she, it olsa belə siz indiki sadədə feilin sonuna s artırmırsınız. Bax, bu da yadınızda qalsın. Sonra should take medicine deyəcəm, should-la və axtaracam. Və yaxud da boş çoxluqla cümlə axtaracam, gerund axtaracam. Ən çox sizə düşə bilər nə? Gerund. Çünki DİM toplusunun testlərində də ən çox gerundla olan variantlar var idi. Bir vermişdi obyekt əvəzliyi gerund, bir də vermişdi sadəcə birbaşa gerund. Çalışın ki, bunu yadınıza saxlayasınız bu qaydaları. Ümid edirəm faydalı oldu. Videonu bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Hələlik.